Salam əziz dördüncülər, hörmətli valideynlər və dəyərli kanal izləyiciləri. Çinar yayımlarının Yarpaq test vəsaitindən izahlarımız davam edir. 44-cü test fiqurların müxtəlif tərəfdən görünüşü mövzusu ilə və bu sualların izahları ilə qarşınızdayıq. Tapşırıq 1-dən başlayırıq. 1-də yazır ki, verilmiş fiqurun üstdən görünüşü hansıdır? Üst tərəfdən görünüşünü görəndə kvadrat görmüş olar, bir də ucu çıxmış olacaq və doğru cavab A variantında verilib. 2-yə baxırıq, yəni verilmiş fiqurun planı hansı variantda verilmişdir? Planı deyəndə, yəni buradan neçə dənə, burada bir dənə yerləşmiş olacaq. Qırmızı ilə bunu yazmış olaq. Yaxşı da görünsün. Bura 1, bu oldu 2, 2, 2, daha sonra 3, 3, burada da 4. Baxırıq ki, 4, 2 dənə 3, 2-lər olmuş olub. Əlbəttə, bir dənə də 1 olmuş olacaq. Doğru cavab elə burada verilmişdir. A variantında verilmişdir. Digərləri deyil. 3-ə baxırıq. 3-də yazır ki, verilmiş fiqurun öndən görünüşü hansıdır? Öndən görünüşü bu şəkildə, yəni belə deyək də, sanki buradan gəldi, 2 dənə beləsi olmuş oldu. Daha sonra bir dənə belə getdi. Və bundan sonra da neyniyəcək? 3 dənə də yuxarı qalxmış olacaq. Burada 2 dənədir. Burada isə 1, 2, 3 dənə olmuş olacaq. Hansı variantda verilmişdi? Doğru cavab C variantı. Biraz orada xəttkeşlə çəkmirəm deyə. Deyərsiniz, müəllim bu qədər heybəcər niyə çəkir? Yuxarıda nələrdir? Pillələrə baxırıq. 1-lər, sonra 2-lər, sonra 3-lər, sonra da 4-lər. 1-lər, 2-lər, 3-lər, 4-lər, 1-lər, 2-lər, 3-lər, 4-lər B variantında verilmişdir. 5-ə bax ki, verilmiş fiqurun öndən görünüşü hansıdır? Öndən görünüşü buradan baxmış olsaq, bir dənə o çıxacaq, burada da nə olacaq? 3 isə belə deyək də bu şəkildə. Bir də şəklin bu şəkildə olacaq, D-dəki kimi. 3 dənə üst-üstə qoyulub, 2 sıra, bir dənə də sol tərəfə çıxıb doğru cavab D variantında verilib. 6-ya baxır, verilmiş fiqurun planı hansı variantda verilmişdir? Deməli, oturacaq bir dənə, 2 dənə, 3 dənə, 4 dənə 1 var. Daha sonra burada 3 gəlir, sonra 2 gəlmiş olur, sonra 3 gəlir, sonra 2 gəlmiş olur, sonra da 4 olmuş olacaq. 4, deməli 3, 3, 3, 2, 1, deməli 1-lər 4 dənə 1 var, düzdür? 3 dənə, 2 dənə 3 var, 2 dənə də 2 var. Doğru cavab elə A variantında verilmişdir. Digərlərinə baxsaq görürük ki, yox. Yəni digərlərində zaten bu variant yoxdur. Növbəti suala baxırıq, görək, yəni çox A variant oldu. 7-yə baxırıq ki, verilmiş fiqurun üstdən görünüşü hansıdır? Üstdən baxanda elə bil ki, 3 dənə kvadrat yan-yana düzülmüş olacaq ki, bu da D variantında verilmişdir. 8-ə baxırıq, verilmiş fiqurun planı hansı variantda verilmişdir? Baxırıq bura 1, 2, 3, 4, 5, 6 dənə, 7 dənə 1 var. 2-lər 2, 2, 2, sonra bir dənə gəl 3 yoxdur, 4 var, bir dənə də 5 var. Deməli, birlərəm neçə dənədir? 1, 2, 3, 4, 5, 6, 7 dənə. Burada 7 dənə 1 olan 1, 2, 3, 4, 5, 6, 7 dənə. 3 dənə 2 var, 3 dənə 2 düzdür. Bir dənə 4-dür, bir dənə 5-dir, C variantı. Baxarıq ki, burada neçə dənədir? 2-lər 3 dənədir, amma düzülüş qaydası baxsaq ki, 2 burada aşağıda var, xeyri yoxdur. 2-lər bu şəkildə düzülmüşdür. Bu düzülüş qaydasına görə də görürsünüz, bu şəkildədir. Daha sonra beləncə düzmüş olsaq, burada 5 yuxarıda, burada 1, burada 4 də qıraqdadır. 9-a baxırıq. Yəni verilmiş fiqurun yandan görünüşü hansıdır? Yandan görünüşü hansıdır? Deməli, 3 dənə belə qalxacaq yuxarı, qalan da kvadrat, yəni belə deyək də 2-2-yə vurulmuş olsun. Bu da A variantında göstərilmişdir yandan görünüşü. Doğru cavab A variantı olmuş oldu. Ona baxırıq, verilmiş fiqurun planı hansı variantda verilmişdir? Yenə bura baxırıq ki, 2, 2, 2, 2, 1, 1, 1, 1. Sonra gələcək 4, 3, 4, 5. İndi 2, 2 var burada yanında, bu yol 4, 3, 4 B variantında verilmişdir. Bax, bura 2-lər, bu hissə,
Sonra birlər bu hissə. Sonra gəldi 4, bu bir dənə 4 gəldi. 4-dən sonra 3 gəldi. 3-dən sonra yenə 4 gəldi. 4, ondan sonra da 5 gəlmiş oldu. Doğru cavab. 11-ə baxırıq. Hazır verilmiş fiqurun öndən görünüşü hansıdır? Burada da rəngin dəyişmiş olaq. Biz qara ilə yazaq bu dəfə. Öndən nə olacaq? Heç nə. Elə bir ki, 3-ün isə kvadrat şəkildə olmuş olacaq ki, doğru cavab da A variantında verilmişdir. Niyə belə oldu? Tamam. Bence qırmızı qalsın. Və 12-yə baxırıq. Yazır ki, verilmiş fiqurun planı hansı variantda verilmişdir? Bura baxırıq ki, deməli 1-1. Sonra gələcək, biraz qısalır, oldu yenə də 1-1. Sonra oldu 2-2. Burada oldu yenə də 2-2. 3-3. Burada bir dənə 3. Burada 2 dənə 4. Sonra da oldu nə? 5. Deməli 1, 2, 3, 4 düz gəldi. Amma burada 3'lər burada düzgün deyil. 3'lər burada 3'ün qırağında nə olmalıdır? 2'lər olmalıdır. 3'ün qırağında 2'lər olmalıdır. C variantına baxırıq. Bax 4 bir dənə baxaq. Bəli. Məsələn bu 2 dənə 4, burada 2 dənə 4 verilib, bir dənə 5 gəldi, 5 gəldi, sonra da 3 gəldi. 3'lər bölündə 2'lər var, düzdür. 2'lərin bölündə 1'lər var və 1'lər də aşağıda tək qalmışdır. Doğru cavab C variantı. Bu qədər. Növbəti video izahda görüşmək ümidi ilə hələlik sağ olun.